Salam değerli izleyicilere, hoş gördük hər birinizi. Bizimle bir kanalı gündəlik olaraq kənd həyatından yeni çəkilişlər paylaşım edirəm. Sizler için bugünkü həyat tərzindən dedim sizler için bir də yeni bir öz həyat tərzimdən yeni bir çəkiliş olsun. Əslində yonca suvarmadır. Bugün mən öz sahəmdəyəm. Çöl sahəmi suvarıram. Gördüğünüz kimi yerimdə də gözəl belə bir bağ salmışam. Yani çok serinlik, çok qəşəng. Gördüğünüz kimi. Güzel bir bağ salmışam. Hem çöl sahəsinə gələndə sərinlikdə en azından kölgədən, sərinlikdən istifadə etmək üçün bugün çöl sahəmi su açmışam. Gördüğünüz kimi qəşəng. Qəşəng də dolub. En azından yoncanın inkişafı için su mütləqdir. Su yani en azı ayda 2 dəfə gərək su vurasan. Əsas odur ki, günəşdən gərək qoruyasan. Çox yani isti olsa, bildiğimiz kimi günəş yani yandırır da su qalan hissələrin hamısını. Yani istilik çox olduğu için su qızır, yanır. Onun için gerek yay aylarında yonca suvararken çalışasan maksimum derece suyu zayıf olmuyor. Suyun güclü ola ki gerek. Su ne kadar güclü olsa yani bir o kadar faydalıdır. Suyun yani süratli geçişatı o suda kızmanın yani karşısına alır. Akarsu hemen yani bildiğiniz gibi kızmır, soğuk olur. İndi bilənlər yəni olsa indi en azından yəni mən həmişə istəmişəm ki bacardığım qədər kimlənsə yenə də bilmədiyimi soruşam, öyrənəm. Yəni en azından sizlər nə qədər məsələn ayda su vurursunuz yoncaya, məsələn suvarma vaxtının fərqləri varmı? Yəni biz boyun gördüyünüz kimi yəni elə də bir şey deyil də bir 2 qarış kimi boy olur. 2 qarış, 3 qarış olur, biz onu suvarırıq. Məsələn, 2 qarış olur, 3 qarış olur, belə suvarırıq. Məsələn, olur, deyək, gülə yaxın. Gülə gedərkən, məsəl üçün, elə bir vaxt olur. Məsələn, biz gülə gedərkən sulayırıq, həm də arasına pişdiririk, belə bir şeylər olur. Yəni, bilənlər olsa, yəni bu ən azından hər kəs üçün də faydalı bir video olar, özümüzdə bir faydamız dəyər. Məsəl üçün, hansı vaxtda yoncanı sulamaq daha gözəl olardı? Məsələn, yoncanın həmi boyu, həmi bir ayda neçə dəfə məsələn su vurmaq daha məsləhətli olar. Yoncanın məsələn inkişaf dövrü var da, hansı dövrdə biz yoncaya su vursuq daha yaxşı olar? Ən azından bilənlər olsa, yəni şərhlər bölümündə yorum edə bilər. Həm biz öyrənmiş oluruq, həm də bilməyənlər üçün də yenə də bir fayda olur. Çünki hər bir əkinin yəni özünə məxsus suvarma dövrü var, özünün bir inkişaf dövrü var. Çünki inkişaf dövrü də indi o demək deyil, bu inkişafa gedən moment biz ona su vursuq, nəsə ziyanlıq eləcək. Yox, sadəcə olaraq hər şey vaxtında gözəl olur. Yəni hər şey vaxtında yaxşı olur. Fərq etməz də. Yəni hansı bir əkin növü olur, olsun da indi tək yonca suvarılması deyil. Yəni en azından indi o yerin şoran deyilən bir yer var da, məsələn 2-ci, 3-cü kateqoriya deyilən bir yerlər var, 4-cü kateqoriya yerlər var. Yerlər şoran olduğu üçün deyirəm mən, yəni çünki
yer şoran olanda, yəni istər-istəməz bunun məcbursan, normalda məsələn bir dəfə su vurulmalısa, sən ona gərək ən azı 2 dəfə, 3 dəfə su vurasan ki, şoran yerlə şirin yer eyni deyil. Yəni məcbursan sən ona su vurasan. Çünki o yerə su dəymədikcə o yerdə başlayır şoranlaşma getməyə. O yer tamam olur, getdikcə toz çıxır yerdən, şoranlaşma gedir. Biz belə deyirik ona. Duzlaşma gedir də. İndi belə bilənlər varsa, məsələn, hələ öz fikrini yaza bilər. İndi hər kəsin fikrinə hörmətlə yanaşıram. İndi suvarma ilə bağlı, məsələn, yoncanın bir ayda neçə dəfə sulamaq lazımdır? Ya hansı dövründə, hansı məsələn səviyyə çatanda sulamaq lazımdır? Ən azından məsələn düzdür də vaxtında yaxşı olur. Çünki çox böyük yonca, gülə gedən yoncanı məsələn sulayırsan, ən azından aratına biçim deyirlər. Onu aratına pişdirirlər. Bax məsələn gördüyünüz kimi bu yonca yəni belə indi videodan bilmirəm necə görsənir. Hardasa bu yonca diz nahəsindəndir. Diz nahəsindən. Yəni ki belə bir vaxtda hansı ki gülə gedənə yaxın. Yəni yonca məsəl üçün gülə gedirsə, gülə gedəndən sonra onda inkişaf dayandı. Yonca ki tam güllədi, yoncada yəni inkişaf dayanır. Yəni güldən sonra yəni inkişaf olmur. Ya fərq etməz qanlamağı olsun ya və yaxud boyun inkişafı olsun, yox. Güldən sonra inkişaf dayanır. Yoncada yəni mən öz bildiyimi deyirəm. İndi bilənlər var, yenə də hələ öz fikrini yaza bilər. Yonca ki məsələn gülə getdi, gülə gedəndən sonra yoncada inkişaf dayanır. İndi bizlər də onun üçün də biz yoncanı gülə getməmiş suyun vurmalıyıq ki, yaxşı inkişafı olsun. Məsəl üçün elə bir yerlərdə var ki, məsələn ora su vursuq belə fərq etmir. Yəni yenə deyirəm, bu yerin növündən asılıdır. Yerin kateqoriyası var. Yəni 2, 3, 4 belə bir 4-cü kateqoriyalar, yəni bildiyiniz kimi ən pis yerdir. Məsəl üçün yonca baxırsan ki, bir qarış boy var, 2 qarış boy var, yonca gülləyib, amma su vurursan heç bir faydası yoxdur. Sadəcə olaraq 2 qarışda gülləyib qalıb, dayanıb. İnkişaf yoxdur da. Yəni sən gözləyirsən məsələn boy qalxsın, 2 qarışda gülləyib dayanıb. Sən ona su vursun belə xeyri yoxdur. Yəni heç bir fərqi yoxdur. Yəni bir inkişafdan söhbət gedə bilməz. Elə o 2 qarışda qalır bax. Su da vurandan sonra olduğu kimi də qalır. Heç bir yəni artımzad olub eləmir. Yəni mənim də sizlərə məsləhətim odur ki, indi bilənlər var, bilməyənlər üçün də çəkirəm. Yenə də deyirəm, yenə də bilənlər var. Mən də onlardan öyrənməyim daha yaxşı olar. Bilməyənlər də öyrənər, daha yaxşı olar. Yəni hər şeyin vaxtı var. Yəni yonca suvarmaqdır, bunların da eləyinin vaxtı var. İndi torpaqlardan asılı olaraq, yəni bunlar fərqlər dəyişə bilər. Videonu izlədiyiniz üçün dəyərli izləyicilər, hər birinizə təşəkkür edirəm. Kanalımıza dəstək olun. Videonu bəyənib paylaşmağı da unutmayın. Bacardığım qədər kənd həyətindən sizlər üçün çəkiliş edib paylaşım edəcəm. Bizimlə bir kanalından. Mən bugün yəni öz sahəmdə suvarma işi ilə məşğulam. Gördüyünüz kimi öz sahəmdə yəni yonca suvarması ilə məşğulam. Dedim sizlərlə bir həyat tərzindən güncəlik olaraq bir paylaşım edim. Videonu izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Hər birinizə minnətdaram. Bacardığınız qədər kanala da dəstək olsaz sevinərəm. Mən də həyat tərzindən, kənd həyətindən faydalı, fəsillərə uyğun faydalı videolar çəkib sizlərlə paylaşım edərəm. Təşəkkür edirəm hər birinizə videonu izlədiyiniz üçün. Çox sağ olun.